Salam, hər vaxtınız xeyir olsun. Bugün apostrof S-nin haqqında danışmaq istəyirəm. Yəni, gəlirik halın bir növü. Nümunədə gördüyünüz kimi, ayans mazı, yəni ayanın anası, orada apostrof S, n-dır. Diqqət eləyək apostrof S-lərin sayına və onun aid olduğu ismin təkinə və cəminə. Ayans and İsas mazıs. Yəni, Ayanın və İsanın anası. Yəni, burada əgər 2 dənə apostrof S hər şəxsdə varsa, isimdə cəmdədirsə, deməli, Ayanın öz anası, İsanın öz anasından söhbət gedir. Yəni, burada 2 ana var. İkinci cümlədə isə Ayans and İsas mazı. Burada isə Ayan və İsa bacı qardaşdırlar, onların anaları bir nəfərdir. Gördüyünüz kimi, ana təkdədir, apostrof S də axırıncı komponentin üzərinə düşür. Üçüncü cümləyə baxanda Ayans and Mədinə's hair. Ayanın və Mədinənin saçı. Bədən üzvlərindən söhbət gedərsə, burada hər şəxsə ayrıca apostrof S qoyulur. Çünki hər şəxsin özünə aid bədən üzvü olduğuna görə. Burada göz də ola bilərdi. Əgər göz olardısa, o cəmdə olacaqdı. Yəni, Ayan apostrof S and Mədinə apostrof S, eyes, yəni gözlər, gözləri. Burada saç sayıla bilməyən isim olduğuna görə biz onu cəmdə yazmırıq. Ali and Həsən's cars. Burada da gördüyünüz kimi Əlinin və Həsənin maşınları. Bu cümlədə Əlinin öz maşını var, Həsənin öz maşını. Yəni, 2 maşından söhbət gedir deyə maşın da cəmdədir. Hər şəxsdə də biz apostrof S-i qoymuşuq. Amma o axırıncı cümlədə isə Ali and Həsən's cars, car, onda da ki, Əli və Həsənin bir maşını var. İkisinə bir maşın olduğuna görə bir dənə apostrof S var. İsimimiz də təkdədir.